It's my life. Salam. Bugün ilk dəfə bu videoda özüm haqqında qısa məlumat verəcəm. Çox qısa. Mən Müsaləm, grafik dizayner, brand dizayner, rəqəmsal və ənənəvi rəssam, face artist və mobiloqraf. Bunlarla bərabər müxtəlif maraqlarım var. Məsələn, musiqi, rəqs, fotoqrafiya, müxtəlif mədəniyyətləri, ölkələri araşdırmaq, filmlər izləmək və kitablar oxumaq. Kitablar demişkən, bundan sonra 3 rubrikada kitablar haqqında, oxuduqlarım haqqında məlumat verəcəm. İlk rubrika olsun zamansız ədəbiyyat. Bu rubrikada klassik ədəbiyyatdan danışacağıq. İkinci rubrika olsun balaca oxucu. Burada uşaqlar və valideynlər üçün kitab tövsiyələrinə yer verəcəm. Üçüncü rubrikamız isə ağıllı ol rubrikasıdır. Ağıllı ol. Balam, ağıllı ol. Bu rubrikada isə elmi fantastika, bioqrafiya, şəxsi inkişaf və s. bu mövzuda kitablar haqqında təhlil və tövsiyə videoları çəkəcəm. Bugün ilk dəfə zamansız ədəbiyyat rubrikasından videonu davam edəcəyik. Kitablara keçmədən əvvəl demək istəyirəm ki, çalışacağam ki, maksimum dərəcədə kitablar haqqında spoiler verməyim, sadəcə təhlil və tövsiyələrimi dilə gətirim. İlk kitab olsun mənim sevimli yazıcım John Steinbeck Mirvari əsəri. Mini klassika, qısa və balaca bir hekayə olmağına baxmayaraq, bu kitab, bu əsərdə insanın tamağı, arzuları, qorxuları haqqında dərin mesajlar var. Sadəcə bir balıqçının hekayəsi deyil, bizim həyatımız boyu verdiyimiz qərarların, bizim qorxularımızın, mübarizələrimizin simvolu və əksidir. Tövsiyə edirəm, bu kitabı mütləq oxuyun, çox böyük dərslər alacağınız bir kitabdır. İkinci kitabımız Anton Çexovdan, bu da mənim favori yazıçılarımdan biridir. Onun bir əsəri Qağayı, bu əslində bir pyesdir. Bu pyes sənət, sevgi və insanın ruhunu qələmə alır. Mən deyərdim ki, insanın ruhunda və dünyasında olan boşluqları qələmə alır. Hansı ki, burada hər obraz, mən düşünürəm ki, buradakı obrazların heç biri öz olmaq istədiyi yerdə deyil. Hər birinin daxilində dərin boşluqlar var. Hər biri bir axtarışdadır. Buradakı obrazlardan biri sevilmək istəyir, biri anlaşılmaq, başa düşülmək istəyir, biri öz arzularının arxasınca qaçmaq istəyir. Və bu əsər insanı həqiqətən düşünməyə vadar edir. Və bu əsəri oxuyub bitirdikdən sonra insan özünə sual verir ki, mən öz həyatımda hansı roldayam? Üçüncü əsərimiz olsun Nikolay Gogol Şinel palto əsəri. Yəqin ki, hamımız eşitmişik ki, bir zamanlar Tolstoy deyib ki, biz hamımız Gogolun Şinelindən çıxmışıq. Bu əsər balaca insanların böyük dərdini qələmə alır deyərdim. Hansı ki, o insanlar ki, cəmiyyət tərəfindən Türklərin bir sözü dışlanırlar, bir kənarda qalmışlar. Çox zəif, özünü ifadə edə bilməyən insanların təcəssümüdür. Mən düşünürəm ki, baş rol obrazımız Akaki Akakiyeviç də belə bir obrazdır, hansı ki, cəmiyyət tərəfindən görülmür. Zəif və gözə görünməz bir insandır, hansı ki, ona heç kəs dəyər vermir, heç kəs hörmət etmir və biz onun bu əsərdə olan əziyyətini deməzdim, əzabını oxuyuruq. Və dördüncü, sonuncu əsərimiz Gedemopasan Gömbol əsəri. Bu əsəri mən oxuyanda sanki bugün üçün yazılmış kimi hiss etdim. Sanki bu əsərin dövrü heç bitməyib. Ümumiyyətlə oxuduğumda o zamanlardan, illər öncədən yazılmış kitabların hal-hazırki cəmiyyətimizin durumu ilə eynilik təşkil etdiyini görürük. Yəni dəyişən heç bir şey yoxdur, təəssüf ki. Bu əsər fərqli bir zamandan gəlir. Fransa və Prusiya müharibəsi dövrü üçün qələmə alınıb, belə deyək. Əsərdə çox güclü psixoloji və sosial tənqid var. Maupassant göstərir ki, cəmiyyətdə əxlaq anlayışı ikili standartlı ola bilir.
İnsan düşünür əslində kimdir əxlaqlı, kimdir əxlaqsız, kimdir dürüst, kimdir riyakar. İnsan düşünmür deyil. Yəni burada insan oxuduqca vicdanını sorğulamağa başlayır. Mən seçdiyim bu 4 kitab, bu 4 mini klassika əsərləri min olmaqlarına baxmayan əslində bunlar böyük bir dünyadılar. Bizi göstərən bir dünyadır. Bunlar sadəcə köhnə hekayələr deyillər. Bunlar bugün də cəmiyyət üzrə öz aktuallığını qoruyub saxlayırlar. Belə, əgər bu əsərləri oxumusansa, şərhdə fikirlərini yazmağı unutma. Kanalıma abunə olmağı və məni izləməyi də unutma. Həmçinin məni sosial şəbəkələrdə də izləsən şad olaram. Çünki hələ çox oxunacaq kitabımız var, hələ izlənəcək çox filmimiz var və danışacaq çox mövzularımız var. Ona görə də izləmədə qal. Bye. It's my life.